Gülnara xanım, bir kişi ana-atasına çox bağlıdırsa, bu gələcəkdə problem yaradarmı? Hər kəs ana və atası ilə sağlam və güvən dolu bir bağ qurmalıdır. Bu çox önəmlidir. Özəlliklə də anası ilə qurduğu bağda problem yaşayan kişi fiqurları irəlidə birisinin partnyoru olduğunda münasibətində ciddi problemlər yaşaya bilər. Qoyun ana atasını çox sevsin, hətta dua edin çox sevsin deyə. Ancaq bunun bir ancağı var. Bağlılıq duyan övladla ailəsinə bağımlı olan övlad arasında ciddi bir fərq var. Bağımlılıq dərəcəsində düşkünlük əlbəttə ki, tərcih edəcəyimiz bir durum deyil. Hər insanın səhvi ola bilər. Anasının sizə qarşı bir səhvi olanda onu qırmadan, tökmədən bunu ona bildirəcək bir partnyora ehtiyac duyuruq. Anası evliliyinizə qarşı bir müdaxilə edirsə, burada sərhəd qoyacaq bir partnyora ehtiyacımız var. Əgər ana atasının kontrolü altında və onlardan hələ də bir nöqtədə ayrıla bilməyib, yapışıq bir partnyorunuz varsa, o zaman uzun müddətli bir problem yaşaya bilərsiniz.